Herkese salam. Bu videomda sizə Pythona ait məsələlər kitabından 200-dən 210-a kimi həlləri təqdim edəcəyim. Burada fikir verin. Deyir ki, A 16-dır, S də 2-dir. A-nın deyir 2-yə bölünməsindən alınan qalıq 4-ə. 16 2-yə tam bölünür və qalıq 0 alınır. Bu axı if şərti ödəmədi. Gövdəsi də ödəməyəcək onda. Yəni bu doğru deyil. Növbəti ifə baxaq. A-nın deyir 6-ya 16-nın 6-ya bölünməsi heç bir şərt yoxdur. Ona görə davam edirik. S bərabərdir 2-nin üstünə 7 gəlir, olur 9. Else əmrinə keçmir. 9-un üzəri, çünki ifə icra eləmişiksə elseyə keçməyəcək. 23. 23 S-də deyir çap elə. Ardınca bəli sözündə. 23 bəli D variantı olacaq. 202-də proqramın sonunda C dəyişəni hansı qiymət alacaq? Range uşaqlar 1-dən 8-ə qədər dövrləri göstərir. Yəni 9 daxil deyil. 1-dən 8-ə qədər. Dövrü. Birinci dövrdə S üstə gəl 3. S bərabərdir 0 üstə gəl 3 bərabərdir 3. İkinci dövrdə 8 dəfə dövr edəcək. 8 dəfə bu 0, 3 vahid artacaqsa aydındır ki, bunu əslində belə də yaza bilərsiniz. 1-1 də yaza bilərsiniz. Ta 8 olunca. Üçüncüdə məsələn S bərabərdir 6 üstə gəl 3, 9 nöqtələr. 8-cidə də eyni qayda ilə S neçə alınıbsa onun üzərinə 3 və ya hazır düsturu. 0 elə bir ki 8 dəfə 3 gəliblər üstünə. Eləmi 0-a? 8 vurulsun 3 yaza bilərik. 0 üstə gəl və ya 3 vurulsun 8 fərq etmir. 24. Bir hesablasaz da 8-ə kimi 24 alınacaq. Bir dəfəlik bu cür yazsaz da 24 alınır. 203-də 1-dən elə bir ki 1, 2, dövrlərin sayı 3, 4 dənədir. Birinci addımda A bərabərdir. 4-ün üstünə 14 gələndə 18, 3-ün üstünə 6 gələndə 9. İkinci addımda elə bir ki burada neydi? Bu 14-ü 4 dəfə gələcək bu A-nın üzərinə. O deməkdir. İkinci addımda A bərabərdir 18-in üzərinə 4, 32. B-də 9-un üzərinə 3, 12. Üçüncü addımda A bərabərdir 32-nin üstünə 14, 46. B bərabərdir 12 üstə gəl 3, 15. Dördüncü addımda A bərabərdir 46 üstə gəl 14, 60. B bərabərdir 15 üstə gəl 3, 18. Eləmi uşaqlar? Burada 60 və 18 oldu və tam bölməni istəyir. 60-ın 18-ə tam bölünməsin. 60 18-ə bölünəndə neçə dəfə düşəcək? Deməli 3 dəfə 18-in 3 dəfə 18-in ola bilər 54, eləmi? 4 dəfə ola bilməz. Deməli belə çıxır ki 3 tam 3 18-in 54-dürsə 3 tam nə qədər? Bizə tamı lazımdır 3. Sonra baxın burada 1-dən 15-ə qədər 2 addım getməlisin. Yəni 1, 3, 5, 7, 9, 11, 13, 15 olmur. Neçə dəfə dövr eləyib? 7 dəfə. Biz 1-1 yaza da bilərik və ya bu 14-ü 7 dəfə A-nın üzərinə gəlməyi istəyir. Yəni A bərabərdir 4-ün üzərinə 14. 14-ü 7 dəfə gələcək. Yəni 7 dəfə dövr eləyəcək. Bu da olur 4 üstə gəl 98, 102. Eləmi? B-də də eyni qaydada. Verilən 6-nın üzərinə 3-ü 7 dəfə gələcək. Bu da olur 6 üstə gəl 21, 28. 102-nin 28-ə bölünməsindən alınan qalıq. Neçə olur? 102-ni 28-ə böləndə 102 böl 28. Neçə dəfə düşər? 4 dəfə olsa 8, 112 olur. 3 dəfə bəs. 3 dəfə olanda 4, 84. Düz baxdıq. Özü 28 etmir uşaqlar. Burada səhv hesablamışam. Üzürlü say 27 eləyir. Deməli 27-yə bölünməsindən alınan lazımdır. 27-yə 3 dəfə olsa
81. Hə, 102-dən də 81, 21 qalır. 204-də C variantıdır. 205-də ekrana hansı cavab çıxacaq? 1-dən 13-ə qədər 5 addım. 1, 6, 5 gələndə 11. 3 dəfə gedəcək. 3 dəfə, yəni 3 dəfə gedəcəksə 6-nın üzərinə 14-ü 3 dəfə gəlin deyir. 14 vurulsun 3 neçə eləyir? 42, 48. Bu A üçün. B üçün isə 2-nin üzərinə 3-ü 3 dəfə gəlin deyir. 11. 48-in 11-ə bölünməsindən alınan qalır 44. Burada 4 qalır. D variantı. Sonra 206-da ekrana hansı cavab çıxacaq? Ekrana 193. 193 deyir. Və burada 1, 9-a kimi 4, 7 davamı olmur. 3 dəfə gedir. 3-ün üzərinə gəlirik. 4 vurulsun. 4'ü 3 dəfə. Yəni dövrün sayı 3'dür. 3'ün üstünə 12, 15. B'də isə cavab 2 idi. Yəni B özü 2 verilmişdi. Amma bu 3'ü 3 dəfə. Yəni dövrün sayına. 2 üstə gəl 9, 11. 15-dən 11-in cəmini istəyir. C variantı. 207-də proqramın sonunda B dəyişəni hansı qiymət alacaq? Gəlin baxaq. Range 1, yəni 1, 2, 3. Dövrün sayı 3'dür. A'nın üstünə B'ni. Birinci addımda. A bərabərdir. A'mız 0'dır. 0'ın üstünə 1, 1. B'miz neçədir? 2 vurulsun həmin bu 1. Üzərinə 2. 4. İkinci addımda. A bərabərdir. 1'in üstünə bu 4'ü gəlib. 5. B nədir? 2 vurulsun A olduğuna görə. 2 vurulsun 5 üstə gəlir 2. 12. Üçüncü addımda. A bərabərdir. 5 üstə gəl 12. 17. B bərabərdir. 17 vurulsun 2 üstə gəl 2. 34'ün üstəki gələndə nə eləyir? 36. Burada A variantında yoxdur. 36 bəli B variantında var. 208'də ekrana hansı cavab çıxacaq? 1, 4, 5, 6, 8 deyir burada. Dövrlərin sayına baxaq. Dövrlər. B hər zaman 4 alır. B ilə bizim işimiz yoxdur. Hər zaman 4 alır. Görürsə 2 üstə gəl 2, 4'dür. B-ni 4 qəbul edirik. Dövrün sayı nə qədərdir? 1, 1, 4, 5, 6, 8. 5 dənədir, eləmi? 5 dənədir. Amma sıfırdan başlayıb. Belə deyək də, birincidə onsuz da 5 dəfə böyük hesablama deyil burada. Yəni neysə vurmaq, fikirləşmək çətin olacaq. A bərabərdir. Burada birinci hesablamada A 0'dır, B 1'dir. 1 alınır. İkincidə A'mız artıq 4 qəbul edilib. Çünki 2 üstə gəl 2'dir, 5. Üçüncüdə yenə A'mız 4'dür. B'miz 4'dür, üzr istəyirəm. B'miz hər zaman 4'dür. Yəni burada 9. 9'un üstünə 4. 13 və 13'ün üzərinə 4, 17 və sonda deyir 2 vurulsun A'nı, 2 vurulsun 17'ni çapa ver. Yəni 34'ü çapa ver. 209 sadədir. Python'a aid deyil. Bu Python'un formatıdır. PYS, PYO, PDF amma elektron kitabların formatıdır. 210'da ekrana hansı cavab çıxacaq? Ekrana hansı cavab çıxacaq? Burada da neçə dənədir dövrün sayı? 5 dənə. 5 dənədir. İ'nin 2'yə bölünməsi, yəni hansılarda ki, i'nin, yəni hamısı aid deyil. Tam bölünməsində 0 alınır. Burada söhbət 1'dən gedir. A bərabərdir. A üstə gəl B. 0 üstə gəl 1. 1. B bərabərdir. 1 üstə gəl 2, 3. Və yenidən bunların da cəmini istəyir.
Yəni bir dəfə gedəcək. Çünki yalnız 1 2-yə bölünəndə qalır. Tam ədəd 0 olur. Bir dəfə icra olunacaq. 1 üstə gəl 3 bərabərdir 4. 211. Proqramın sonunda A dəyişəni hansı qiymət alacaq? 2-yə bölünməsinə alınan qalıq 0. 4 aiddir, 6 sayıdır. Deməli 3 dənə sayıdır. 3 dəfə icra olunacaq. 3 dəfə. Birincidə A üstə gəl I. Yəni A bərabərdir. Hansı ki 2-yə bölünəndə qalıq 0 olur. O 4'dür. 1 ilə 4'ün cəmi 5. İkincidə həmin o 2-ni vururuq 5'ə 10. Heç B-ni istəmir. B-lərə baxmasaq da olar. Çünki B-ni istəmir. Sonda print A-nı çap istəyir. Gəlin A-lara baxaq. İkincidə ikinci hansı ədəddə 6'dır ki 2-yə bölünəndə qalıq 11 olur. Üçüncü hansı ədəddir? Üçüncü 8'dir. O da olacaq 19. Cavab 19 var 211'də. Var D. D variantıdır 211'də. 212'də. Proqramın sonunda B dəyişəni hansı qiymət alacaq? 4'ün 2'yə tam bölünməsinə 2 alınır. Sonra hansı ədədin? Burada yalnız 4'dən söhbət gedir. 2'yə tam bölünməsindən 2 alınan. Qalanların heç birində 2'yə tam bölünmədən 2 alınmır. Deməli bir dəfə icra olunacaq. A bərabərdir. A'mız 1'dir. 2'yə tam bölünməsindən 2 alınan i'nin qiyməti 4'dür. 5. Həmin o B də həmin o i'yə vuracaq. Hansı ədəddirsə 4, 8 olacaq. Sonra 213'də ekrana hansı cavab çıxacaq? 3'ə qalıqlı bölməsindən 0'dır. Hansı ədədin 3'ə tam bölməsi də 0 olar? 1. Bir dənə onda bu icra olunacaq. A bərabərdir. 1 üstə gəl 2, 3'dür. B bərabərdir. Həmin o i'nin bir qiymətində 3 idi. 3'ün də üstünə 3 gələndə 6. C variantı. Burada 3'ü 3'ə bölündə qalıq 0'dır. Hansı ədədə 3'ə tam böləndə qalıq 0 olur? 1'i. Başqası uyğun gəlmir. 1'i qoysaq yerinə. Yəni i'nin yalnız bir qiymətində düz gəlir. 1'i qoyanda yerinə olur 1 üstə gəl. 2, 3. Eləmi? 3. Və bu şərtdə, yəni if bu şərtdə. Digərində 12'də amma ödəmir. Yəni 3'ə tam bölünməsindən 0. Məsələn, burada olur əslində. 3'ə tam bölünməsindən 4 alınır. Sonra burada yalnız 3 alınır. Bu 3'ü də uşaqlar burada əsas iş nədir? Baxın, bu else şərtində isə bunlar hamısı ödənir. Else şərtində. Yəni ifdə ödənməyən else-də ödənir axı. Bunlar hamısı bir-bir yoxlanmalıdır. Amma bizə dövrün sonunda alınan lazımdır. Ona görə bunların hamısını bir-bir yazmaq vaxtı etkisidir. Sonuncu ədədi nəzərə alaq. Yəni 5'i 3'ə böləndə, tam böləndə 0 alınmır deyə. Burada 2 üstə gəl 5 bərabər son qiymətlər nəzərə alınır. Ona görə də 7 bölünsün 3'ü. 7'nin 3'ə tam bölməsindən alınan cavab 2'dir.